Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Prezident İlham Əliyev Cəbrayıl şəhərində bir sıra mühüm tədbirlərdə iştirak edib. Ölkə lideri eləcə də sakinlərlə səmimi söhbət aparıb. Dövlət başçısı bildirib ki, bugün bütün Qarabağ və Şərqi Zəngəzur ərazisi geniş tikinti meydançasına çevrilib. Artıq 50 mindən çox insan bu bölgələrdə yaşayır, işləyir və təhsil alır. Onlardan təxminən 20 mini öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdir. Digərləri isə müxtəlif sahələrdə çalışan vətəndaşlardır. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bugün burada gözəl bir həyat qururuq deyə ölkə lideri qeyd edib. Daxili İşlər Nazirliyi dabaq xəstəliyi əleyhinə saxta dərman istehsal edən şəxslərə qarşı əməliyyat keçirib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən əməliyyat zamanı heyvanlarda dabaq xəstəliyinə qarşı istifadə olunması üçün nəzərdə tutulan saxta dərman preparatlarını hazırlayan şəxslər saxlanılıb. Əməliyyat tədbiri nəticəsində qanunsuz fəaliyyətlə məşğul olan 26 yaşlı Zərbi Zamanov və onun qohumu 28 yaşlı Rəvan Zamanov tutulublar. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər inşaatda istifadə olunan rəngli boyaları texniki spirtlə qarışdıraraq dərman görüntüsü yaradıblar. Daha sonra bu məhlul dabaq xəstəliyinə qarşı dərman vasitəsi kimi qablaşdırılaraq satışa çıxarılıb. Polis əməkdaşları tərəfindən onlara məxsus sexə baxış zamanı saxta preparat nümunələri aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan Muxtar Respublikası üzrə pensiyalar ödənilib. Oktyabrın 21-də isə ölkənin digər bölgələrində yaşayan pensiyaçılara, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərə vəsaitlər köçürülüb. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün danışıqlara hazır olduğunu bildirib. Dövlət başçısı mətbuata açıqlamasında vurğulayıb ki, Ukrayna danışıqların Rusiya və onun yaxın müttəfiqi Belarusun sərhədlərindən kənarda keçirilməsini istəyir. O, eyni zamanda Macarıstanın baş naziri Viktor Orbanın bəzi tərəddüdlərinə baxmayaraq, Budapeştdə baş tuta biləcəyi görüşlərdə iştirak etməyə hazır olduğunu qeyd edib. Zelenski cəbhə xəttində vəziyyətə də toxunaraq Rusiyanın Ukrayna qoşullarını bəzi bölgələrdən çıxarılması tələbinin qəbul edilməz olduğunu vurğulayıb. Hazırki mövqeyimizdən diplomatiyaya yanaşmamız çox aydındır. Ölkəmizin bir hissəsini tərk edərək geri çəkilməyəcəyi deyə Ukrayna lideri əlavə edib. Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.